Salam əziz müəllimlər və şagirdlər. Bugün violin məktəbi üçün çox əlamətdar bir gündür. Bugün violin məktəbinin inkişafında əvəzsiz xidməti olan Bakı Musiqi Akademiyasının professoru, tərəqqi medalı mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim Hökümə xanım Əliyevanın anadan olmasının 55 ili tamam olur. Elə bu münasibət ilə Hökümə xanım Əliyevanı ürəkdən təbrik edirik. Ona tutduğu bu şərəfli, ləyaqətli yolda uğurlar diləyirik. Hökümə xanım 55 illik ömrünün böyük bir hissəsini musiqi mədəniyyətimizə misilsiz töhfələr verərək, yetirmələri ilə mədəniyyətimizi nəinki respublikada, onun hüdudlarından kənarda da layiqincə təmsil etmişdir. İndi isə sizi Hökümə xanım Əliyevanın yaradıcılıq yolu haqqında hazırladığımız video çarxı izləməyə dəvət edirik. Onu da qeyd etmək istəyirəm ki, Hökümə xanımın pedaqoji fəaliyyəti haqqında, onun yaradıcılığı haqqında saatlarla danışmaq olar. Ancaq vaxt baxımından biz çalışdıq ki, bu video çarxda onun yaradıcılığı haqqında ən əsas məqamları sizlərə təqdim edək. Buyurun, xoş izləmələr.